Bugün Yunus Əmrə İnstitutunda Zərif Kölgələr Yaradıcılıq Klubu və Vətəndaş Həmrəyliyi Partiyasının Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Söz Körpüsü adlı ədəbi görüş təşkil olunub. Tədbir ədəbiyyat-sevərlərin, tanınmış söz sənətkarlarının və ictimai fəalların iştirakı ilə yüksək səviyyədə keçib. Ədəbi görüşdə müasir ədəbiyyatın aktual mövzuları, sözün cəmiyyətə təsiri, qadın yaradıcılığının ədəbi mühitdə rolu və milli mənəvi dəyərlərin qorunması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Merhabalar, ben Gökhan Seyhan, Azerbaycan Yunus Emre Enstitüsü koordinatörüyüm. Bugün burada Söz Köprüsü adlı programda olmaktan çok mutluyuz. Çok keyifli bir program oldu. Edebiyat, Türkiye ve Azerbaycan arasında olan bir köprü vardır, Gönül Köprüsü. Bu köprünün en ince köprüsü edebiyattır. Edebiyatta yazarlarımızın bugün burada olması, bizlerle birlikte konuşulması, Sabir Bey'in burada olması, diğer büyük yazarlarımızın burada olması bizim için çok güzel, anlamlı bir gün oldu. Bu vesileyle Türkiye-Azerbaycan arasındaki yazarlarımızı hepsini davet ediyoruz Yunus Emre Enstitüsü'ne. Gelin tanış olalım. Çox həyəcanlıyam, çünki Aysel Nəsirzadə, Həmidə xanım və ilə birlikdə bir də Türkiyədən gələn Güftə Ədəbiyyat jurnalının rəhbərlik yaradıcıları olan dostlarımızla birlikdə belə bir layihə qurmağı, Söz Körpüsü, Könül bağı, ədəbi görüş qurmağı düşündük və bildiyimiz qədər, yəni hamımız bilirik ki, söz ilə dünyada heç bir şeyin həll olmayacağı bir şey yoxdur. Hər şeyin başı sözdür. Hər şeyi həll edən sözdür. Söz, ədəbiyyat nə qədər varsa, nə qədər yaşayacaqsa, dünyada bir çox şeylər də qaydasına düşəcək və çalışırıq ki, sözümüzü, ədəbiyyatımızı, milliliyimizi, kimliyimizi qoruyub saxlayaq və Türk dünyası, Azərbaycan, Türkiyə əlaqələri arasında Könül Körpüsünü, Söz Körpüsünü də qorudub yaşadaq. Mən Aysel Nəsirzadə, Zərif Kölgələr saytının rəhbəri, şair, publisist. Tədbirimiz əsasən Türk ədəbi mədəni birliyinin möhkəmləndirilməsi və Türk dövlətləri arasında yazıçıların bir-birinə tanıtmaq üçün təşkil olunmuş tədbirdir. Və biz bu tədbirləri davamlı etmək məqsədimiz var ki, artıq ikinci layihəmizi götürmüşük. Bu yaxınlarda o ikinci layihəni tətbiq etməyə çalışacaq. Mənə elə gəlir, belə bir ədəbiyyat tədbiri olmamışdı. Nə mənada? Çünki biz saat elə bir ki, bir günə bir neçə tədbir sıxışdırmışıq. Panellərimiz olacaq, kitab təqdimatımız olacaq və açılışda bu cür dəyərli qonaqlarımız iştirak edir və bu bizim qürurumuzdur. Çox fəxr edirik. Texniki işlərdədir, layihələrin idarə olunmasıdır və s. Mən də əsas bu istiqamətdə Zərif Kölgələrin həm təşkiçilərindən biriyəm. Eyni zamanda da özümün sahəm təlimçilikdir, şəxsi inkişafdır, coachingdir və xanımların yanında olmaqdan da əlbəttə ki, çox xoşbəxtəm. Maksimum dərəcədə çalışıram, dəstək olun. Tanınmış qələm sahibləri öz yaradıcılıq təcrübələrini bölüşüb, oxucularla canlı ünsiyyət qurublar.